Kimə nə veribsə Allah ümidi qədər verib. Həzrəti Davud dedi ki, ilahi mənim cənnətdə mənimlə eyni dərəcədə kim olacaq? Mənim cənnətdəki qonşumu görmək istəyirəm. Həzrəti Davud Allah göndərdi, dedi ki, bir cavan qız var filan ailədə. Ünvan verdi ona, getdi. Getdi, qapını döydü, o qız dedi ki, filan kəs dedilər, bəli, filan kəsin qızıdır. Ailəsinin yanında görüşdü onunla. Peyğəmbər də maraqlıdır ki, mən Peyğəmbərəm Davud əleyhissalam. Bu məndən bir dərəcədə cənnətdə olacaq, mənim yanımda olacaq. Görürsən, nə əməl sahibidir. Danışdırır qızı, deyirsən, neyinirsən? Məsələn də deyir, filan işi görürəm, filan işi. Həzrəti Davud deyir, yox, bundan olmaz, bu sadə şeylərdir. Bununla Peyğəmbərlə həmdərəcə olmaq olmaz. Danışıq əsnasında dedi ki, mən Allaha çox ümidvaram, Allahın rəhmətinə çox ümidvaram deyəndə dedi, hə, budur, bu. Bu ümid səni gətirib Davud Peyğəmbərə qonşu eləyə bilər. Bu ümid səni İslam Peyğəmbərinə qonşu eləyə bilər, ondan üstünü yoxdur.